İranda hatta Cumhurbaşkanlığı seçimine bir neçə gün qalır. Son günlərdə seçim haqda bəzi dostlardan bir neçə sual mənə gəlmişdir ki, çalışıram burada o suallara imkan daxilində qısaca cavab vermiş olum. Sualların biri budur ki, rejimin veya Xamneyinin seçimi bu kandidatlar arasında sizce Pezeshkian mı, Qalibov mı? Bu sualın cevabını o mərkəzlər ki, kandidatları seçirlər, onların analizi ilə əlaqəlidir. Yəni, əgər rejimin veya Xamneyinin müşavirlərinin kəlan siyasətdə və gələn 4 ildə iç məsələlər önəmlidir, Qalibov seçiləcəkdir. Veya o kəlan siyasətdə diş siyasət ya xarici siyasət önəmlidirsə, onda Pezeshkian seçiləcəkdir. Bunu biraz açıqlayayım. İran rejiminin gələn devrdə iki ciddi məsələsi vardır. Kəlan siyasət ya makro siyasət sahəsində iki problem vardır. Biri içəridədir. O problem nədir? Bu 4 ilin içində rejim yeni bir vilayət fəqih seçmə məcburiyyətində qalırsa, yəni Xamneyi bu 4 ilin içində ölürsə, yeni vəli fəqihin seçilməsi, yəni Xamneyinin oğlunun, müçtəbanın seçilməsinə şərait yaratmaq, rejimin gələn 4 ildə kəlan və ya makro siyasətini təşkil edirsə, Qalibov seçilməlidir. Çünki onun şiddətə dayanaraq, vəhşiyyətə dayanaraq siyasət yürütmə təcrübəsi vardır. Amma yox, rejimin kəlan və ya makro siyasəti gələn 4 ildə xarici siyasət olursa, yəni nə demək? Yəni təhrimlərlə qarşılaşma demək. Yəni Trump rejimini, yəni Trump qüdrətə gəlmə ərəfəsindədir və belə nəzərə gəlir ki, Trump yenə də Bidenin yerinə oturacaqdır. Trump işin üstünə gəlirsə, İran rejimi ilə müzakirə və mübahisələrdə hangi tür Cumhurbaşqanı Amerikanın rəhbərliyi ilə və ya Avropa rəhbərliyi ilə müzakirəyə, mübahisəyə, müamiləyə daha hazırlığı var. Ora gəldiyində Qalibov ən pis seçim olur. Amma Pezeshkian ən uyğun seçim olur. Niyə? Pezeshkian zehni baxımından da dünya qərbinə taamülə girib bir barışıq içində olmaq və İranın iqtisadiyyatını dünya iqtisadiyyatı ilə bir türlü yaxınlaşdırmağa əlaqə göstərən bir kandidatdır. Əgərsə İran İslam Cumhuriyyətinin gələn 4 ildə kəlan və ya makro siyasəti Amerikanın və Avropanın qarşısına bir müzakirə istedadı olan kandidat çıxartmaq olsa, Pezeshkiandan sonra başqası varmı? Bu argümanla Qalibov və ya hangi bir usulgərə olursa olsun və ya Pezeshkianın çıxılmasında biz İran dövlətinin siyasətinin gələn 4 ilcə makro siyasətindən də xəbərdar olacaq. Suallardan biri də budur ki, Pezeshkian İran İslam Cumhuriyyətində bir cumhurbaşqanı olaraq hangi dəyişikliklərə yol aça bilir? Bu suala gəldiyimizdə İran rejiminin siyasətlərini kəlan siyasət ya makro siyasət və ya mikro siyasətə bölməliyik və bu açıda bir analiz qoymalıyıq. Pezeshkian cumhurbaşqanı olursa belə, İran İslam Cumhuriyyətinin kəlan siyasətində ya makro siyasətində heç bir dəyişiklik icad edə bilməz. İranda makro siyasətin dəyişməsi xalqın iradəsinə bağlı bir şeydir. İran İslam Cumhuriyyətinin iradəsinə deyildir. Çünki İran İslam Cumhuriyyəti mahiyyətən bir istibdadi, dinçi, şovinisti, mərkəzçi və bütövçü bir hakimiyyətdir. Bu mahiyyətdə olan bir dövlət makro ölçüdə ya kəlan ölçüdə İranda yaşayan xalqlara xidmət edə bilməz. Çünki makro ölçüdə İran siyasətlərində değişiyə, İran rejiminin köçməsi və değişməsinə ehtiyac vardır. Amma mikro siyasət ölçüsünə gəldiyimizdə bəzi işlərin görülməsi mümkündür. Mikro siyasət ölçüsündə nə işlər görə bilər deyə düşünməmizdə xəyal etməyə gərək yoxdur. Xatəmi devrinin devlətinə diqqət yetirirsək, o sahədə dəyişikliklər Pezeshkianın cumhurbaşqanlığında da mümkündür. Hətta deyərəm ki, Pezeshkianın dövründə açılış bir az hətta Xatəmi devrindən də daha geniş ola bilər. Yəni deyək ki, Xatəmi devrində bir kültürel açılış oldu. Mesela kitab və ya məcəllə nəşrində bir açılış oldu. Və hətta Azərbaycan belə bu açılışdan gözəlcə yararlandı və o devrdə 100-ə və ya 100-dən aşan bir məcəllə və ya dərgi çıxmasının şahidiyik. Və bu həman kültür sahəsində biraz açılış, əgərsə Azərbaycana baxırsa, Azərbaycan hərəkatının genişməsində, öğrenci hərəkatının formalaşmasında, öğrenci dərgilərinin çıxmasında çox ciddi bir rolu vardır.
Amma Xatəmi dövründə yalnız kültürel açılışıdır. Amma Pezeşkiyanın zehniyyətində yalnız kültürel açılış deyil, milliyyətlərin haqlarının əldə etməsi də söz konusudur. Yəni burada qeyri-fars xalqlar haqlarını əldə etmək üçün ən azı kültürel və ictimai fəaliyyətlərinə əngəl törədilməyəcək və ya ən azı bir az açılış olacaqdır. O biraz açılış İran İslam Cumhuriyyətinin totaliter istibdadının qarşısında xalqımıza, hərəkatımıza, öncülümüzə, yazarımıza, şairimizə bir nəfəs aldırmaqda bir yardımcı olacaqdır. Məncə bu sahədə hətta Pezeşkiyan bugün İranın milli səviyyəsində Cumhurbaşqanlığı kandid adı ilə Türk məsələsinin milli məsələləri, xalqların bölgələrində ayrı seçkiyə məruz qalma məsələlərini qaldırmışdır. Yəni milli məsələ İranın kəlan səviyyəsində, makro səviyyəsində ələ alınmışdır, danışılır. İndi baxdığımızda İran içində və eşiyində faşist cərəyanların Pezeşkiyana tutduqları mövqe və mozeni diqqət mərkəzinə almalıyıq. Yəni İranın makro siyasətində Türk-Fars məsələsinin mübahisə olması həqiqətən olağanüstü bir olaydır, özəl bir olaydır. Çünki İranda keçən 100 ildə makro ölçüdə, yəni İranın ən yüksək səviyyəsində Türk-Fars məsələsi və qeyri-Fars xalqların bölgələrinə olan zülmlər birinci dəfədir dilə alınıb və adı çəkilir. Pezeşkiyan Cumhurbaşqanı seçilirsə ən azı Azərbaycanın yeraltı qaynaqları niyə başqa mərkəzlərə daşınır deyə ən azı danışmaq mümkündür, mübahisə mümkündür. Və bu vasitə ilə xalqımızın başına gələn oyunları nisbətən yüksək səslə səsləndirmək mümkündür. Xalqımızı maarifləşdirmək mümkündür və bu əlaqədə milli oyanışı, milli maarifləşməni toplumumuzda gücləndirməsinə bir şərait yaranır. Amma Qalibov seçilirsə, amma Cəlili seçilirsə necə? Cavab bəllidir. Bura gəldiyimizdə yine istərəm ki, makro ölçüdə siyasət ilə mikro ölçüdə siyasət dəyişikliyinə yine diqqət çəkəm və böyük bir sual meydana qoyum. O da bu ki, acaba mikro ölçüdə siyasətlər dəyişilmirsə, mikro ölçüdə bəzi hərəkətlər və dəyişikliklər imkanı olmursa, makro ölçüdə dəyişiklik mümkünmü? Başqa deyişlə, makro ölçüdə dəyişiklik mikro ölçüdə dəyişikliklə direkt əlaqəsi vardır. Yəni mikro ölçüdə dəyişiklik olmayınca makro ölçüdə dəyişiklik mümkün olmaz. Buna uygun Farsçada bir şeiri var. Qətri cəm gərdəd vangəhi dərya şəvət. Türkiyə tərcümə eləmək istərsək olur. Damcı toplanırsa bir zaman dərya olur. Bu yəni makro siyasətlə mikro siyasətin əlaqə və ilişkisini bizə göstərməkdədir. Sözümü toplasam, fəaliyyətlərin çərçivəsi bu anda və bu Cumhurbaşqanlığı deyişiyi ərəfəsində mübahisələrdə adın çəkdiyimiz damcı toplanırsa bir zaman dərya olur deyə mücadilə davam etməkdədir. Yəni siyasət mikro ölçüdə ələ alınmaqdadır. Bir başka sual da gelmiştir, ona da toxunum və sözü bitirim. Dünən Xameneyi seçkilər haqda danışmış və demiş ki, hər bir səs, hər bir rəy ki verirsiniz, İran İslam Cumhuriyyətinə bir rəy və bir səsdir. Xameneyinin bu sözlərində bir sətirləri oxumaq lazımdır, bir də sətirlər arasını görmək lazımdır. Sətirlər deyir ki, hər səsi verirsiniz, İslam Cumhuriyyətinə səs verirsiniz. Amma Xameneyinin sətir arası sözlərini başa düşə bilirsək, deyir ki, yalnız İslam Cumhuriyyətini istəyənlər səs versin. Və ya başqa deyişlə, Xameneyi istir desin ki, müxaliflər səs verməyə gəlməsin, sandıqlara getməsin. Hər səs İslam Cumhuriyyəti üçündür deyə düşünsün. Əgər elə deyilsə, müxaliflər gedib rəy verməz də. Bu sətirlər arası sözüdür. Çünki təcrübə ediblər ki, iştirak yüksək olursa, yəni xalqın qatkısı, səs verənlərin sayı çox olursa, seçimlər kontroldan çıxa bilər. Baxın, İran İslam Cumhuriyyətinin mallası onların öz televizyonunda nə deyir? شرکت وقتی میره بالا خروجی صندوق از دست ما در میاد.
اگر ما مشارکت رو معمولی نگه داریم، همین متدینین و حزب اللهی ها و اینا یه چیزن بیان و اینا معمولا با یه گوشه چشم و اینا مثلا اگر اشاره بکنیم بهشون که به کی رأی بدید به کی رأی میدن، ما هم دموکراسی رو داریم، چون واقعا دموکراسی نه تقلبه نه مشکلی توش هست. همین که صندوق مدیریت میشه، بالاخره کشور میفته دست کسی که فکر میکنیم بهتر میتونه اداره بکنه. مشارکت اگه بره بالا از صندوق چیزی در میاد که ما نمیخوایم. پس باید تلاش bıkonun müşarekat payın başı. Eğer müşarekat payın başı ma berəndi. Dikkat edirsiniz, iştirak yüksek olursa seçimler kontrolden çıkabilir. Necə ki Xatəminin seçimindən sonra kontroldan çıxdı. Necə ki iştirakın veya qatkının çoxluğu Yaşıl Hərəkatı meydana çıxartdı və Tehranda 3 milyon insan İran rejiminin qarşısında şuar verdi. Yani İran rejimi sandıklarda iştirakın genişliğini istəmir. Belki onun kısıtlılığı, necə ki öz mallaları və səsin qoyduğu malla danışırdı. Ne qədər kısıtlı olursa səs verənlər, o qədər səslər kontrol olub və siyasət istədikləri kimi yönətilə bilir.